Səs göndərərək məlumat verirəm ki, sizdən xahişim və tələbim, mənim heç bir şikayətimə baxmayasınız. Zəfərlə Mahir sizin əks kəşfiyyatın, xarici kəşfiyyatın əməkdaşlarıdır böyük ehtimal. Hal-hazırda Mahirdir, Zəfərdir, Fərhaddır. Bir mənalı olaraq siz xüsusi xidmət orqanı keçən il mənim azadlığımı mənim əlimdən aldınız. Bu özünü avtoportretdir, avtoritetdir, nə zibildir. İlqarın rüşvətliymişsiniz. Hal-hazırda rüşvət yeməklə məşğulsuz. İçinizdə xain var. Sizin içinizdəki xain o həyat yoldaşı yox, zövcə adlandırdığı pozğunu, küçə fahişəsi bir yerdə qalırlar Alatavada. Mənim də başıma açmadı odun qalmayıb. Hal-hazırdakı burada Zəfərlə də Mahir sizin əməkdaşlardır böyük ehtimal cinayət epizodlarının itirilməsi ilə məşğuldurlar, cinayət izlərinin itirilməsi ilə məşğuldurlar. Mənim Azərpoçta heç bir məktub göndərə bilməməyimin səbəbi sizin əməkdaşlardır. Azərpoçtu blok eləmişsiniz, küllü miqdarda rüşvət yemişsiniz, içinizdə xain var. Həmin xain yaşayır bu Alatava ərazisində, bir daha qeyd edirəm. Bütün bu vahabilər sizin əməkdaşınızın əlaltı tulalarıdır. Sizin əməkdaşlarınız 35-ci polis bölməsi ilə Mirqafar Seyidovdan əlbir olaraq hərəkətlər eləyir və küllü miqdarda rüşvət yemişsiniz. Mənim heç bir şikayətimə baxmayın, qardaş, istəmirəm. Siz ancaq oturmuşsunuz rüşvətə, cinayət epizodu yeyilməsinə, cinayət epizodlarının itirilməsinə. Siz buna xidmət edirsiniz də siz, hal-hazırda. Mənim azadlığımı da, mənim bu şikayətlərimi də əlimdən almışsınız. Hamısını siz eləmişsiniz. Bütün bu keçən il azadlığımı İlqar kimdir? İlqarın rüşvətini yeyirsiniz. Xeyir ola ki, Zaurla bir yerdə qalmışdım şeydə, Rəssuada qəsəbəsində. Xeyir ola. Xeyir ola da bir dənə mənim sualıma cavab verin. Kimsə evində oturacaq, isti hamamında, rahat siməcək, yeməyini yiyəcək. Mən qalmalıyam çöllərdə. Hara yazaq bunu? Kimlərsə kişi olub da, mənim həyatımın üstündən evdəkine pul aparır. Atam həbs olunmayıb, daim həbs olunmayıb, əmlərim həbs olunmayıb. Sizin əməkdaşımız hələ də Alatavada lotluqla məşğuldur. Bir nəfər türməyə getməyib. Ancaq rüşvət yemişsiniz, illərdir vaxt uzadırsınız. Nə kimi nəticə əldə eləmişsiniz? Əgər Mahirlə Zəfər xarici kəşfiyyatın əməkdaşlarıdırsa, sizə birbaşa deyirəm, onları həbs gözləyir. Mənim şikayətimə baxma, qardaş. İçimizdə bir dənə tulavız var, Vahabi tulavız. Əbdülvahab toxumundan əmələ gəlmə. Onun tərəfini saxlayırsınız bu ləcə. Bir dənə tula, bildiyiniz tula. O pozğunxanalarda rəqqasələr olur, rəqqasə pozğunxanalarda. Rəqs ilə döşünün arasında pul yığan tulalar var ha. Sizin əməkdaşınızın həmin o rəqqasənin heç bir fərqi yoxdur. Şəxsi azadlığımı, şəxsi gigiyenamı, şəxsi həyatımı mənim əlimdən almışsınız. Hələ də bir giz-giz oyunlarla məşğulsuz burada ərazidə. Bir dənə içimizdə arvadı fahişəviz var. Daha mən bunu deməyə məcburam. Giz-giz axmaq oyunlarla məşğuldur. Mediaya nəzarət. Adam Alatavadakı evindəki fahişəsinə nəzarət eləməyən bir insan deyə. Mediaya sən nə vaxtda nəzarət elən olmuşsan, hala? Bilinmir pozğun başıdır, bilinmir nə başıdır. Çirkin oyunlarla məşğuldur, Vahabiliklə məşğuldur. Eldar Mahmudovu bəyənmirdiniz bilət. Eldarın vaxtında bir dənə Vahabi işləmir, o yox idi şəhərdə. İndi də Vahabilərin başında siz yanmışsınız ki, Şeyx Qamətin qardaşı elə sizdə işləyir də. Şeyx Qamət avariya düşəndə, qəza eləyəndə Qamətə maşın alıb qaçıb verə bilirdi. Şpiyonluq eləyir mənə üçün. Baxma qardaş, eşidirsən məni? Xüsusi xidmət. Mənim şikayətimə baxma bilət. Sən kimsən mənim şikayətimə baxırsan? Sən kimsən ola məni istiqamətləndirsən, mən hara şikayət eləməliyəm? Mən özüm yaxşı biləm kimə yazmaq lazımdır, nə yazmaq lazımdır.